Hər kəsə salam. Musiqi nəzəriyyəsi fənnindən dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz olacaq sekvent akordlar, yəni köməkçi septakordlar. Septakordlar iki yerə bölünür. Əsas septakordlar və köməkçi septakordlar. Bundan öncəki dərslərimizdə, yəni bugünə qədər biz dominant septakordla, yəni D7 kimi yazılırdı, 7-ci pillə septakordla və ikinci pillə septakordla tanış olmuşuq. Bunlar da aparıcılardır. Bu da dominant septakorddur. Bunlarla tanış olmuşuq. Bunlar əsas septakordlardır. Bir də var köməkçi septakordlar. Ümumiyyətlə biz əsasları təkrar edək. Görək əsaslar nə idi? Necə keçmişik biz əsasları? Septakordun işarəsi 7-dir. Məsələn, D hərfi indeksində 7 belə yazılır septakord bildiyimiz kimi. Yəni bunları çoxdan keçmişik biz. Musiqidə istifadə olunan əsas septakordların qurulduğu pillələr ikinci pillə, 5-ci pillə və 7-ci pillədir. İkinci pillədən qurulur ikinci pillə septakord, 5-ci pillədən dominant septakord və 7-ci pillədən aparıcı 7-ci pillə septakord qurulur. Bunu da yəqin ki başa düşdünüz. İndi keçək biz köməkçi septakordlar nədir? Onlara baxaq. Köməkçi septakordlar dedikdə ladın deməli 1-ci, 3-cü, 4-cü və 6-cı pillələrindən qurulan septakordlar nəzərdə tutulur ki, bunların adları var. İzah eləyəcəm onları da. Bəs niyə mən bunlara sekvent akordlar dedim? Çünki baxın, köməkçi septakordlar bir dənə bu dərs keçirik də bunu. Əsas septakordları gördünüzmü? Mən keçdim dominant septakord 3 dönməsi, buradan getdi 4 dərs. Bir özü, bir 3 dönməsi. Sonra gəldim aparıcı pillə, 7-ci pillə septakord, sonra 2-ci pillə septakord. Yəni bunlar genişdir. Ancaq köməkçilər az istifadə olunur. Buna görə də bunlara sekvent akordlar deyilir. Nədir sekvent akordlar? Sekvensiya yolu ilə işlədilir. Ona görə sekvent akordlar adlanır. O sekvensiyanı biz gələcəkdə keçəcəyik, amma bunu yadınızda saxlayın ki, sekvensiya yolu ilə işlənir buna görə. Deməli, ladın 1, 3, 4, 6-cı pillələrindən qurulan septakordlar sekvent akordlar adlanır. Burada yəni var, izah eləməyə ehtiyac yoxdur məncə. Bax, veribdir sizə burada natural major qammasının pillələrindən qurulan köməkçi septakordlar. Gördüyünüz kimi çox sadə veribdir, işarəsiz qammadır. Natural major qamması təbii qammadır, təmizdir. Ona görə də onu başa düşmək sizin üçün asan olur. Biraz çətinliyiniz olacaq natural minor qammasında. İndi keçək natural minor qammasına, onu da izah edim. Bunlar natural minor qammasının pillələrindən qurulan köməkçi septakordlardır. Gördüyünüz kimi burada hamısını veribdir. Oxuyun, başa düşün. Burada mən niyə dedim sizə bu qaranlıq məqam qalacaq? Baxın, biz nə demişdik? Hansı pillələrdən qurulurdu köməkçi septakordlar? Ladın 1-ci, 3-cü və 4-1-də 6-cı pillələrindən qurulan intervallar, üzürlü saylı interval yox ki, septakordlar, köməkçi septakordlar adlanırdı. Ancaq diqqət yetirilməli bir məqam var ki, bax burada veribdirsə, 1-ci pillə yaxşı, 3-cü pillə yaxşı, 4-cü pillə də tamam, 6-cı pillə də var. Və bu 5-ci pillə nədir? Bunu niyə burada gətirib sizə veribdir? Axı 5-ci pilləni biz demişik ki, 5-ci pillədən qurulur, dominant septakordda D7. Niyə bunu gətirib bura salıblar? Axı bu əsas septakordun qurulduğu pillədir. Bu septakordlarda bir məqam var. Ümumiyyətlə, bu dayanır qammalara. Bu gördüyünüz kimi adı nədir bunun? Natural minor qammasıdır, elə deyil. Bu natural deyilsə, deməli bu təbiidir də. Nə diyezi var, nə bemoli var, düzdür? Bunun natural minor qammasının, ümumiyyətlə naturalın digərlərindən fərqi nədir? Burada natural olduqda 7-ci pillə heç vaxt zilləşə bilməz. Yəni ki, məsələn, 7-ci pilləyə mən deyirəm ki, atıram la minorda, hələ bu da la minorda, bax A mol yazılıb, la minor deməkdir də bu. La minorda, məsələn, 7-ci pilləsi soldur da, la minoruna hələ deyil. Sol diyez ola bilməz. Məcburuq ki, biz burada quraq sol bekar. Yəni ki, sol diyez heç vaxt ola bilmir. Amma nə deyirik biz? Olar sol bekar.
sol bekar ola bilər. Bu da nədir? Kiçik minor septakordu var. Burada elə bil ki, böyük kiçikdir də, başa düşdünüzmü? 7-ci pillə zilləşmir də. Buna görə də o 5-ci pilləni ora qoymalıyıq ki, düzəlsin. Kiçik minor septakordu özü, gəlin onu izah edeyim sizə. Kiçik minor septakordu, yazım da bura, kiçik minor. Bu septakordun interval tərkibi kiçik tersiya, böyük tersiya və bir dənə də kiçik tersiyadan ibarətdir. Elə deyil. Bax, burada verildi. İndi gələcəm, bunları keçəcəm, indi izah edəcəm birazdan. Belədir. Bu natural minorda biz baxaq, yaxşı. Bu indi kiçik minor septakordu. Niyə mən bunu dedim sizə? İndi bir dəqiqə saxlayın, keçək bu hissəni izah edeyim sizə. Misallardan göründüyü, bura oxuyuruq. Misallardan göründüyü kimi majorun 1 və 4-cü pilləsindən böyük septakord. Aha, baxaq indi bura. Majorun deməli 1-ci pilləsi və 4-cü pilləsi gördüyümüz kimi böyük septakorddur. 3-cü və 6-cı pillələrindən isə kiçik minor septakordur. Bax, 3-cü və 6-cı pillə kiçik minor septakordudur, düzdür. Bir dənə də deyir ki, bu natural majordadır. Natural minorda da baxın, həm natural majorda qurula bilər böyük septakord və kiçik septakord, həm də natural minorda qurula bilər böyük septakord və kiçik septakord. Bunun fərqi nədir? Natural minorun 1-ci, 4-cü, 5-ci pillələrindən qurulur kiçik minor septakordu. 3 ilə 6-da olduğu kimi böyük minor septakordudur. Baxın, bu nə deməkdir? Böyük minor yox, böyük septakord. Əslində, qammalarda, majorda da, minorda da. Biri var ki, mən şən qammada qurum, böyük septakordu. Biri var ki, mən qəmgin qammada qurum. Yəni, bu sizi çaşdırmasın. Aydın yazıbdır kitabda da. Yazıbdır ki, majorun 1/4-cü pilləsindən böyük qurulur, böyük septakord. Minorun 3/6-cı pilləsindən böyük septakord qurulur. Majorun 3/6-cı pilləsindən kiçik minor septakord qurulur. Minorun isə natural minordan gedir. Söhbət təbii qammalardan gedir. Natural minorun isə 1, 4, 5-ci pillələrindən qurulur da. Bu qədər də bundan sadə yaza bilməzdi zaten sizə. Bax, burada siz nəyə diqqət yetirməlisiniz? Diqqət yetirməli olduğunuz məqam nədir? Onu izah edək. Sizə deyir ki, natural minorun 1, 4, 5-ci pillələrindən qurulur kiçik minor septakordu. Bax, mən bura bayaq yazdım. Kiçik minor septakordunun necədir ölçüsü? Kiçik biz dedik ki, 7-ci pillədə zilləşmir. Demək, lap hələ bu la minorda donsuz da. Burada zilləşmir. 7-ci pillədə olacaq sol bekar, düzdür? Sol bekar olduğuna görə, yəni sol diyez olmur. Diyez olsaydı olardı, amma diyez ola bilməz. Buna görə də deməli, kiçik minor septakordunda ton tərkibi, bax, haradaydı o? Minor. Bax bu. Kiçik tersiya, böyük tersiya, kiçik tersiyadan ibarətdir. Biz bunu quranda, natural minor qammasına baxanda, natural minorda, kiçik minor septakordu quranda, baxırıq ki, 1-ci, 4-cü və deməli 5-ci pillələrdə alınır. Yəni 5-də alınır. Buna görə, çünki həm bunun interval tərkibinə baxdıqda 5-ci pilləyə düşür, həm də normalda sayanda 5-ci pillə. Yəni ki, ola bilər belə. Bu sizi çaşdırmasın. Bu təbii bir şeydir. Nəysə, bunu bitirdik. İndi buranı təmizləyim. Keçək artıq öyrənək görək. Natural növlü, major və minor qammalarının pillələrindən qurulan köməksiz septakordlar hansılardır? Əsası da veribdir, köməkçiləri də veribdir. Baxaq indi biz buna. Kiçik major septakordu, kiçik minor septakordu, əksildilmiş və artırılmış septakord, yarı əksildilmiş septakord, böyük minor və böyük major septakordu vardır. Sadəcə böyük tersiya və kiçik tersiyalardan istifadə edəcəyik burada. Tonlarını yadınıza salım yenə də. Böyük tersiya 2 tondur. Kiçik tersiya isə
Deməli 1,5 tondur. Bu, yəni qaydamızdır da, yadınızda qalsın sizin. Aha, ekran sürüşdüyü, hə. İndi izah eləyək. Kiçik major septakordundan başlayaq. Böyük tersiya, kiçik tersiya və kiçik tersiya intervallarından ibarətdir. Tonu isə 2 ton, 1,5 ton, 1,5 ton. Kiçik minor septakordu kiçik tersiya, böyük tersiya və kiçik tersiyadan ibarətdir. Yəni 1,5 ton, 2 ton və 1,5 ton. Yarı əksildirilmiş septakord kiçik tersiya, böyük tersiyadan ibarətdir. Tam özü əksildirilmiş septakord kiçik tersiya və kiçik tersiyadan ibarətdir. Amma artırılmış septakord böyük tersiya və kiçik tersiyadan ibarətdir. Böyük minor septakordu kiçik tersiya və böyük tersiyadan, böyük major septakordu böyük tersiya, kiçik tersiya və böyük tersiyadan ibarətdir. Baxın bura, diqqət yetirək. Burada hamısını kiçik major, kiçik minor, yarı əksildirilmiş, tam əksildirilmiş, böyük minor, böyük major və artırılmış septakordun hər birinin ardıcıllıqla düzülməsi vardır. Diqqət yetirək, bunu xırda, yəni kiçik bir izah verim sizə. Kiçik major septakordunda heç bir işarə yoxdur. Kiçik minorda 1 bemollu, yarı əksildirilmişdə 2 bemollu, tam əksildirilmişdə 3 bemolludur. Böyük majorda 1 diyezli, böyük minorda 1 diyez 1 bemol, artırılmışda isə 2 diyezli, deməli septakorddur. Ümid edirəm başa düşdünüz. Yəni bugünlük dərsimiz bu qədər. Bir dənə dərsimiz qalıb non-akkord. Onu keçib bu bölməni yekunlaşdırıb başqa bölməyə keçid alacağıq. Hələlik bu qədər. Videonu bəyəndinizsə kanala abunə olmağı, videoya like atmağı, bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, hələlik gələn dərslərdə görüşənə qədər.